deməli o bilirsizlər bir kəmər bir yol məsələsi var və İsrail-Fələstin müharibəsinin arxasında nə dayanır və nə üçün oradan da bir yol düşünülürdü daha doğrusu. Hindistan dövlət olaraq deməli ticarətini dünya bazarına çıxartmaq üçün yeni bir layihənin fikirləşməsi və burada onların düşüncəsinə görə Zəngəzur dəhlizinin buna maneçi törətməsi. Siz burada dünyada tamamilə məsələ bir tərəfli olaraq məsələ yanaşma doğru deyil. Burada çox tərəfli, çox şaxəli proseslər gedir deyə. Ona görə məsələlərdə hər tərəfli yanaşmaq da obyektiv daha doğrusu olur, amma buradakı siyasi biliklər lazımdır ki, bunu bütün bu qədər sürətlə proseslər gedir ki, gərək həmişə təmasda olasan, həmişə mətbuatı izləyəsən və onlardan nəticə çıxardan, analiz çıxardasan. Ona görə bizim dövlətimiz bu günləri o prosesləri çox dəqiq və doğru hesablayır. Ona görə də bizim üçün bu günləri o baş verə biləcək gələcək təhdidlərin qarşısını almaq üçün müəyyən deməli profilaktik olaraq və fundamental olaraq müəyyən tədbirlərin görülməsi biz bunu görürük, baş verir. Bu çox gözəl bir haldır təbii ki. Deməli bizim dövlətimiz etibarlı və müdrik əllərdədir. Bu bizim üçün çox qürur verici bir hissdir. Amma Hindistan məsələsi mənə elə gəlir ki, bu günləri bundan əlavə də Çin-Tayvan məsələsi var və üstəgəl bilirsiniz ki, BMT-nin bu günləri 5 həqiqi üzvlərindən bir neçə daimi üzvlərindən var. Amerikada, Rusiyada, Çindir falan da. Və bunlar da bu müharibə deməli planlamağını da həyata keçirənlər demək olar ki, hamısı həmən ölkələrdir. Fikir verirsiniz də, hamısı həmən ölkələrdir. Deməli bunun arxasında nə dayanır? Bunun arxasında dayanır ki, burada arxa planda bir razılaşma var. Həmən razılaşmanı həyata keçirmək üçün bu günləri dünyada bu proseslərə gedir. Bu çox qəribə, həm də ki, çox belə bugün dünya bilirsiniz ki, onu gizlədə bilmir. Əvvəl gizlədirdilər planları elə formada həyata keçirdilər ki, biz bir də görürük ki, artıq qurtardı, bitdi. Məsələn, bugün gizlətməmiz, çünki dünya bu günləri müasir texnologiyada o qədər inkişaf edib ki, ondan səmərəli istifadə edə bilənlər bu prosesləri izləyə bilirlər və dəqiq analiz vermə imkanlarına malik olurlar. Ona görə mən hesab edirəm ki, burada da BMT-nin bu günləri ifadəsi ki, bu çox təhlükəlidir, bunu biz qaldıra bilməyəcəyik. Biz bunu qaldıra bilməyəcəyik deyəndə dünya bunu qaldıra bilməyəcək. Dünya bunu qaldıra bilməyəcək, mənə gəlir ki, özünü nəzərdə tutur. Bugün siz təsəvvür edin ki, Cənubi Qafqazda 30 il davam edən və BMT buna görə qətnamə qəbul edən, icra olunmayan bir məsələ vardı və burada Cənubi Qafqazda bilirsiniz ki, biz 10 milyon xalqıq, 3 milyonda bizim qonşu ölkəmiz və biz heç vaxtı ərazi iddiasında olmamışıq. Yəni, bu bizim millətimizin dəyərlərindən, bizim millətimizin üstünlüklərindən xəbər verir ki, biz heç vaxt ərazi iddiasında olmamışıq, amma xırda bir ölkə, təbii ki, Ermənistanı kim müdafiə edirdi və kim Ermənistan? Ermənistan o gücdə deyildi, o ağılda deyildi və onu kim bu cür yetişdirdi? Terrorcu kimi, vandal kimi, barbar kimi yetişdirdi, bizə qarşı onu qoydu. Bu da bir həmən o siyasətlərin tərkib hissəsi olaraq var idi və BMT bu məsələdə münasibət bildirmir. Daha doğrusu qətnamələrin belə icrasına çalışmadı, ümumiyyətlə çalışmadı və bu günləri Hindistan məsələsində, Çin, Amerika məsələsində BMT görür hansı iddialı bəyanatlar verir. Bu nəyin göstərisi? Bu onun göstərisi burada bəyaz siz kimi cənab prezidentin dediyi kimi beynəlxalq hüquq yoxdur, işləmir. Ona görə də burada maraqlar hüququ var, maraqların toqquşması var və uzlaşması var. Bunlar ha vaxta qədər toqquşacaqlar bu maraqlar və ha vaxta qədər kəsib sonra uzlaşma mərhələsini keçid hasan olacaq, bu bəllidir və bundan sonra hələ bizi hansı siyasi zəlzələlər gözləyir, tsunamilər gözləyir, o da çox maraqlı. Yəni ki, bu hələ mənə gəlir ki, bununla bitməyəcək bu proses. Əslində qalanda bu günləri təhlükəsizlik baxımından mən deyərdim ki, dünyada sıralamada bir neçə ölkə varsa, onlardan biri də Azərbaycandır. Bəli, mən də elə hesab edirəm. Çünki təhlükəsizlik təminatı bizə vətəndaşların təhlükəsizliklə bağlı bütün lazımi tədbirlər həyata keçirilir. Sağ olsun bizim hüquq mühafizə orqanları həqiqətən məsələ çox ciddi şəkildə yanaşırlar. Ona görə də onlara təşəkkürümüzü bildirək və bildirirəm ki, bu bizim üçün çox vacib bir məsələdir. Vətəndaş özünü təhlükəsiz hiss etməlidir. Amma Hindistanla bu biz dedik ki, 47-ci ildən başlayıb proses və bunlar hamısı Böyük Britaniyanın müstəmləkəsi olubdur. Bunlar ayrılandan sonra 65-də olub, səhvimizin 71-də, 90. Bir neçə dəfə o proses olub, kəşfil məsələsinə bağlı məsələ və digər məsələlər var. İndi son məsələ isə terrorla bağlıdır. Güya əslində qədər terror hadisəsi olub ki, həmən
Hindistana ərazisində sayılan Kəşmir vilayətinin olan ərazisi sayılır. Birisi də var 2 yerə bölündü. Yarısı bura verildi, yarısı ora verildi. O vaxt belə bir BMT-nin deməli qərarı ilə verilməsi də oldu. Amma terror hadisəsi oldu. Pakistan dərhaldədir ki, dövlət olaraq bizim prosesdə yox. Yəni şəxsi olaraq kimsə varsa olur da cəzalandırılacaq. Belə bir bəyanatla çıxış edir. Amma bu bir də hərbi əməliyyatlar sizin bir əməliyyatın adını da qoydular. Hərbi əməliyyatlara başladılar. Terror əməliyyatı adını. Hər nəsə adını qoydular. Hərbi əməliyyatlara başladılar və onu Pakistan tərəfi təbii ki, dövlət olaraq bunların da xüsusi mühafizə xidmət orqanları var. Onlar rəsmi olaraq bildirdi ki, biz bizi qarşı hansısa bir hərbi əməliyyatlar təşkil edəcək və oldu da bu. İndi bu günləri qarşılıqlı olaraq bir-birlərinə o hücumların təşkili əslində qlobal dünyanın təhlükəsizliyi üçün çox ciddi bir təhdiddir bu. Və bunu bu günləri BMT-də o cür qiymətləndirir. Bu günləri Amerikada məsələn bunu fərqli olaraq, Çində fərqli olaraq münasibət bildirir. Amma hamısı bu müharibənin alınmaması üçün güya öz fikirlərini bildirir. Amma hamı bilir ki, müharibə nə üçün alınır? Əslində o terrorla bağlı deyil. Orada dəfələrlə belə şeylər olub və bu cür geniş miqyaslı müharibə olub. Hətta anonslar əvvəlcədən verilirdi. Verilirdi, bəli. Burada həm də nəzərə alaq ki, bunların hər ikisi nüvə ölkəsidir, dövlətidir və bu daha böyük bir təhdiddir. Mən hesablayıram ki, bu da dünya nizamına uyğun olaraq gedən proseslərdir. Yəni planlaşdırılmış müharibədir əslində və burada Azərbaycanı da deməli burada Hindistanın dediyi fikrə görə Azərbaycanlı qeyri-müəyyən vətəndaşlarına bizim münasibətlərimiz Pakistanla yaxşıdır, amma biz həmişə Hindistanla münasibətlər olur. Hindistan Ermənistana verdiyi dəstəyi heç vaxt ondan sonra prosesləri nəzərə alır, amma biz nə üçün Hindistana biz bilirik ki, Hindistan silah verdi və onun arxasında bilirsiniz ki, tamamilə başqa bir səbəb durur.